Füzulidən məcburi köçkün düşəndə 6 yaşım var idi. Həmin dövrdə öz ailəmlə birlikdə Füzuli şəhərindən Bakı şəhərinə köçmüşük. Öz doğma torpağımıza sentyabr ayından qayıtmışıq. Füzuli şəhərinə köçdükdən sonra bir müddət işsiz qaldıqda məşğulluq mərkəzinə müraciət elədim. Məşğulluq mərkəzi sağ olsun yönləndirdi Azərişığa. Azərişıqda 6 aydır ki işləyirəm. Füzuli rəqəmsal yarımstansiyası idarəsində texniki operator vəzifəsində çalışıram. Abonentlərdən gələn müraciətləri cavablandırırıq. Hansısa bir texniki problemlər olanda aradan qaldırırıq. Getdikcə şəhərimizdə sakinlərimiz artır. Sakinlərimiz artdıqca da işimiz çoxalır. Öz xalqımıza, öz cəmaatımıza xidmət eləməkdən məmnunluq hissi duyuruq. Bizə belə gözəl şərait yaratdığı üçün möhtərəm prezidentimizə, onun xanımına dərin təşəkkürümüzü bildiririk. Bu torpaqlara ayaq bastığımız üçün, bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə Allahdan can sağlığı diləyirik.